Tez-tez digərlərini də analiz edək və sonda bir nəfərlə seansımız olacaq. Aranızda şiddət olubmu? Baxın, bu çox ciddi göstəricilərdən biridir. Bunun üçün mütləq şəkildə artıq üzərimizdə deyəndə bir ailə terapiyası keçməliyik ki, burada səbəb nədir? İstər qadın olsun, dəxli yoxdur, burada qadın da ola bilər. Bəzən qadınlar öz şiddətlərini görmür, həmin anda nəyisə çırpmaq, qırmaq ya vurmaq, fiziki cəhətdən bizim gücümüz bəlkə kişilərdən azdır deyə bunu çox da ciddiyə almırıq. Amma bizdə də olur bu öz aqressiyamızı saxlaya bilmirik. Affekt halları, üzr istəyirəm, affekt halları keçirdirik və yaxud da ki, kişidə ola bilər bu. Bunun üzərində mütləq çalışılmalıdır ki, bu həm mənəvi, həm fiziki, həm elə ailə daxilində uşaqları olsun, çox ağır bir travmadır. Yəni bunu üzəri örtülüb keçiriləcək bir şey deyil. Bunu həll eləməliyik ki, nəyə görə olur bu insan? Bəlkə də insanların birincidir, bir problemi var, bunun üzərində çalışmalıdır qadın və ya kişi. Baxın nə deyirlər, indi iştirak edə bilmədim. Şiddət seanslarda da bildiyim kimi bir dəfə olmuşdu. Bəli, bunun üçün mütləq çalışmaq lazımdır. Dediyim kimi, nədir, nəyə görədir, bunu və davam eləyirmi? Bundan sonra yenə də qorxular, istər sizin üzərinizdə qorxu qala bilər, istər digər insanın hal hərəkətlərində hiss eləyə bilərsiniz. Burada mütləq həmin insan da siz də terapiya almalısınız ki, biri var içimdə qalır, hər xırda şeydə təsəvvür edin, o qorxunu mən təkrar-təkrar yaşayıram, bəlkə də olmayacaq, amma mən o qorxularımla özümü təkrar-təkrar yaşadıram. Burada mütləq bir ailə terapiyasından keçmək lazımdır. Və qərəzli şəkildə onu incitmək, buna da çox xanım plus dedi və həqiqətən də yəni Azərbaycan ailələrində çox olan bir şeydir. Dediyim kimi biz xanımların fiziki qüvvəmiz az olduğuna görə bəzən dilimizdən edirik bunu. Bilərək incidirik, biz özümüz də incidiyimiz üçün dilimizlə biz də onu incitməyə çalışırıq, amma bu özü də münasibəti sağaldan bir şey deyil. Biz yəni belə edərək nəsə əldə edirsiniz. Burada yəni söz atıb, mən yenə çatadım, bir tərəfdən nəzarət edeyim. Söz ataraq, iynələyici sözlər ataraq nəyisə düzəldə bilən var aranızda? İnanmıram ki, olsun. Çünki bu bir münasibəti ümumiyyətlə getdikcə korlayacaq. Digər tərəfdə də aqressiya yaradacaq ya da ki, qarşı tərəfdə gələn dəfə sizə belə ailələr çoxdur. O bundan əvvəlki nəsildə də deyirlər, bizdə yox idi belə problemlər, halbuki onlarda da var. Az sayda olsa da, yəni böyük nəsillərdən də ailə terapiyasına gələnlər var. Əksinə belə hallar daha çoxdur. Bizdən əvvəlki nəsildə deyərdim ki, yəni bir yerdəyik, şiddət yoxdur, amma bir-birimizdən daimi mübahisədəyik də. Bu dəfə o nəsə bir iynələyici söz atır, o biri dəfə o söz atır, nəyəsə baxıb misal çəkirik, kimlənsə misal çəkirik. Yəni belədir. Yəni mən onu bilərək iynələməyə çalışanda o düzəlməyəcək ki, ayda mən bu sözü dedi, mən buradan bir nəticə çıxardım, gedim düzəldim. Olmur. Yəni bunu, yəni bir problemi həll eləmək istəyiriksə biz həqiqətən onu, yəni yumşaq tonda danışıb həll eləməliyik. Qızıq yaranlar, sonra da düzəltməyə çalışıram. Görürsünüz? Yəni yenə də əksinə biraz da geriyə düşürsünüz. Bu ona görə də özümüzü sərbəst ifadə eləməliyik vaxtında, zamanında. Sonrasında bir mübahisə oldu. Yəni ola bilir, normal haldır. Bir ailədə hər şey həmişə tam, yəni ailə dinamikası tez-tez dəyişir, evlənirik. Bir müddət başqa cür olur, uşaq dünyaya gəlir, başqa cür olur. Nə bilim, ailəyə biri qatılır ya da ailə üzvlərindən biri rəhmətə gedə bilər, nəsə ola bilər, harasa gedə bilər. Bunların hamısı bizim ailə dinamikamıza təsir edən amillərdir. Və bunları da biz ancaq oturub danışaraq həll eləyə bilərik ki, problemlərimiz nədir, bunu necə həll edə bilərik və ən əsas da dediyim kimi hisslərə yönəlir danışmalıyıq. Sonra qərəzli şəkil onu keçdik, təhqir, kobud rəftar olunur. Misal üçün, belə bir şeylər ola bilər ki, kişi ya da qadın. Sən nə bilirsən, sən bundan başın çıxar, elə də danışır bilmiş kimi. Yəni bu biz tərəfdən, istər o biri tərəfdən, yəni kobud, təhqir edicisi, sən başın çatır ümumiyyətlə bu şeydə. Belə şeylər çox görürəm seanslar zamanı. Bunun özü də təsəvvür ediyində insanda nə qədər dəyərsizlik, aşağılanmaq hissi yaşadır. Nə biz özümüzü istəməliyik, nə də biz nə hiss eləyiriksə, qarşı tərəfdə onu hiss eləyər.
maksimum hər mübahisədə də biz sözləri seçərək, yəni qarşı tərəfdəki insan bizim sevdiyimiz insandır, ailəmizdir. Yəni bir ailəni düşər deməyə yürütdüyümüz insandır. Necə biz ondan bu cür danışaraq yaxşı bir ailə olmağı düşünürük? Mümkün deyil axı. Və necə bu ailədəki uşaqlara örnək olmağı düşünürük? Şiddəti də danışmışdıq, dərəcəsinə çatıbmı? Yəni dediyim kimi şiddət olmayıb, amma o həddə gəlib ki, o şillə havaya qalxıb dayanıbdı, ya harasa vurubdu. Bu yerdə həmin tərəf, qarşı tərəf mütləq. Qarşı tərəfdə hətta deyərdim hər iki tərəfdəki, çünki ondan bir addım sonrası şiddətin özüdür. Niyə bu vəziyyətdəyik? Bunu niyə yaşadıq? Yəni burada mütləqdir artıq terapiya. Bəli, eynən dediyiniz kimi biridir, mənə pis təsir edir. Bu onun xarakteridir, tez işlənir. Yəni kiminsə xarakteri deyə bizə elə harda gəldi, söysün, incitsin, belə bir şey ola bilər. Demək ki, xarakterində bir düzəliş eləməlidir, özünü, hissini cavablanmağı öyrənməlidir. Bunu da biz bildirməliyik ki, mənimlə bu cür danışıq olmaz, mən bu cür rəftarı qəbul eləmirəm. Və səndə bu problem vardırsa, bunu həll eləməyi bacarmalısın. Yoxsa elə sən əsəbləşdin, filan kəs əsəbidir, elə hər dediyim, bəs mənim onda qürurum, mənim onda hisslərim, sonra məndən yaxınlıq istəyirsən, hər mənada duyğusal, intim, mənim qəlbim necə barışsın, səndən bu yaxınlığı edə bilim. Bunlarda yenə də açıq-açıq danışmaq lazım. Yəni, bir anlıq hiss idi. Sənin üçün bir anlıq dedin, keçdi, rahatladın. Bəs mən başa sala bilsin. Bunun üçün də dediyim kimi, mütəmadi və qətiyyətli olmalıyıq. Olmayan yerdə də artıq biz mütləq kənar dəstəyə əl atmalıyıq. Yəni, bu olur ki, vacibdir ki, bu sahələrdə yaranır. Baxın, mənim ixtisasım ümumi psixologiyadır. Amma mən sırf ailə və münasibətlər hissəsinə yönəlirəm ki, bu sahəmi daha gücləndirirəm ki, çünki hər şeyin başı buradan gəlir deyə düşünürəm. Çünki sağlam münasibətləri istəyiriksə, dövr dəyişir, zaman dəyişir, insanlar dəyişir. Buna da uyğunlaşmaq üçün biz mütləq ki, ara sıra insanların terapiyaya ehtiyacı var, ailələrində bunun kimi bəzən tək öhdəsindən gələ bilmirik. Dediyim kimi, ailə, rəfiqə, dost danışırıq, hərə də öz təcrübəsini deyir, biz desək, yaşlı nəsil özündən deyəcək, amma bu gün bizə aiddirmi? Deyil. Mən bu cür hərəkət edə biləcəmmi? Yox. Mən o insanamı? Yox. Ona görə də biz bizim problemimiz nədir? Buna fokuslanmalıyıq, bunu işləməliyik və bir həll yoluna gəlməliyik. Burada yəni ayıb, aydan bunlar getdilərsə terapiyaya, elə pis ailədirlərsə, deyim ki, yox. Yaxşı ailələr, həqiqətən sevən ailələr ilə terapiyaya gəlir ki, nə isə düzəldə bilsinlər. İstər qadın olsun, istər kişi olsun, bu terapiya tərəfdarları həmişə nə isə xilas eləmək istəyirsə gəlir. Yoxsa söz-söhbət yoxdursa, bir ailədə ümumiyyətlə söz-söhbət yoxdur. Bunun özü çox-çox ciddi problemdir. Deyim ki, o şiddət olandan, mübahisə olandan bizim evdə heç söz olmur deyən insanın daha çoxdur problemi. Ki, necə yəni bir insan, iki fərqli insan bir evdə yaşayırsa, buna uşaqlar da əlavə olur. Hələ elə olur ki, ailə böyükləri ilə də bir yerdə yaşayırlar. Bu evdə necə sakitçilik? Demək ki, hamı hisslərini, duyğularını gizlədir və burada bir yerdə ya bir gün daha pis şəkildə aqressiya şəklində çıxır, ya nə bilim, xəstəlik şəklində çıxır bədənimizdə, basırıq hisslərimizi, təəssüf ki, pis xəstəliklərlə nəticələnir. Biz özümüzü yaxşı ifadə edə bilməliyik münasibətimizdə, ailəmizdə, yəni danışarkən görəsən nə oldu, nə fikirləşdi, necə olacaq, bu cür yox, rahat bir-birimizi bilməliyik ki, qarşı tərəf məni başa düşəcək, mən qarşı tərəfi başa düşəcəm, anlaşmazlığımız da olanda bunu danışıb həll edə biləcək. Az üzüm düşən kimi bütün diqqəti məndə olur, niyə qaç-qabaqlısan deyə açıqlaya bilmirəm ki, sənin bəzi hərəkət. Baxın, burada eləməlisiniz, niyə açıqlaya bilmirsiniz? Burada gəlib soruşursa, siz həmin an deyə bilərsiniz ki, bu şeylər məni narahat eləyədi. Mən burada bu sözdən sonra özümü bu cür hiss elədim. Öyrəşib, zalda gedib yatır, gecə. Bu çox-çox ciddi problemdir. Yəni, gedib zalda yatmaq, bu uşaq hərəkətidir. İki yetişkin ailə qurur da, uşaq yox ki, üstün danışmıram. Yəni, bu hər iki tərəf üçün. Çox vaxt təəssüf ki, bunu qadınlar edir. Yəni, küsərək, inciyərək gəlsin, mənim başa düşsün. Belə olmur. Biz özümüzü danışmalıyıq, izah etməliyik ki, qarşı tərəf bizi başa düşsün. Yəni, küsmək uşaq işidir. Bir yetişkin fikrini bildirməli. Ayrı yatır. Baxın, bu hər tərəfli. Çox ciddi problemdir. Siz yatağı ayırmaq ümumiyyətlə evlilikdə düzgün bir şey deyil. Biz vaxt itirməyək. Kim istəyirsə, gəlin elə canlı nümunə olsun həm də sizə. Bir nəfərlə vaxtımız itməmiş. Seans eləyək. Onu da deyim ki, bilirsiniz, seminar video kaydı olunur. Məxfiliyiniz üçün ad soyadınızı, şərti, öz adınızı deməsəniz daha yaxşı olar sizin üçün. Əgər kimə uyğundursa, plus yazsın şərhlərə, bir nəfəri seçin. Seans eləyək. Bir nəfər hələ ki var. Baxın, neçə nəfər istəyir? 1-2 dəqiqə vaxt verirəm. Kimlər istəyir və bəli, qrupa yenidən göndəriləcək. Dediyim kimi, orada ad soyadınızı
məxfi saxlasaz. Yox, səhifədə bu uzunluqda şey yox, amma YouTube-da paylaşıla bilər. Səhifədə paylaşılsa da qısa digər hissələrdən paylaşılacaq. Üzünüzü açmaya bilər. Danışıqdan olacaq, mikrofonu açacaqsınız. Kiminsə üçün problem deyilsə, aça da bilər, ad soyadını da deyə bilər. Kiminsə üçün problemdirsə, yəni mənim də məsləhətim, ad soyadınızı məxfi saxlayın və kameranızı da bağlı saxlayıb biz zaten problemi fokuslanacağıq sizin kimliyinizə yox. Siz təbii ki, siz yazın. Bir nəfər razıdır. Artıq utandıran bir məsələ var, onu istəyirəm. Şöhr altından silinmək deyə bir şey olmaz. Sadəcə olaraq anlayırıq. Yəni silmək, yaddan çıxartmaq belə bir şey olmur. Sadəcə fərqində oluruq, öz davranışımızın fərqində oluruq, bunu həll edirik. Sehrli bir çubuq yoxdur ki, heç kimsə kiminsə yaddaşını silsin və heç açıq deyim, belə bir şey olsa belə normal bir şey deyil ki bu. Yəni biz yaşadıklarımızla öyrənirik. Biz orada nə dərs almışıq, onu öyrənirik. Burada tam deməyəcəm. Ən birinci plus atan xanımdan istəyirəm. Soyad və adımızın baş hərfini deyirəm. Həmin adam yəqin ki, başa düşdü. Yazısı ki, razı. Yəni mənim dediyim şərtlərlə razıdır ki, yazılır da seans sonrasında qrupa da göndəriləcək və ola bilsin ki, YouTube-da da paylaşılsın. Həmin insan razıdırsa, səsini açsın və qoşulsun. Tamam, bəli, razıyam. Mənim ən böyük problemi bizim o insanın, yəni yoldaşım 5 ildir ailəliyik. Yəni hər kəsə bütün həyatımı qarşı alaraq onunla evlənmişəm. Hətta universitetimi atıb onu elədi. Yəni mən bütün həyatımı fəda elədiyim müddətdə o 2-3 dostumdan, çayxanasından, öz ətrafından bu insan məni çəkə bilmir. Deyir ki, belə siz, sən və uşaqlarım, anam, atam, ailəm, hər kəs bizdir, onlar yaxşıdır. Bizdə məsələn bir şey lazım olur, gedir onların problemini həll edirik, biz qalırıq. Saatlarla yığıram, zəng vururam, mesaj yazıram, və zəngi açır, mesaja cavab verir. Yəni ən son planda biz, onun ailəsidir, ən qabaqcıl planda onun 2-3 dost. Yəni ən böyük problemimiz, ən böyük davalarımız bunlar. Ömür boyu, yəni 5 ildir belə də gedir. 5 ildir bu davalar bir dəfələrlə danışmışıq, səhərə qədər oturmuşuq, söhbətləşmişik. Gecələr yatmamışıq, ikimiz də bir-birimizlə söhbət etmişik. Yəni uzağı 2-3 gün, uzağı bir həftə. Yenə eyni vəziyyət dönür. Bu döngünün içində olmaq məni artıq çox yorur. Bəs dediniz ki, danışırıq. Danışdığınız zaman nə deyir həmin sizə? Yəni deyir ki, qəbullan. Mən artıq belə həyatım olub, əvvəldən yəni çöl insanı olmuşam, müharibədə iştirak etməmişəm deyə əsəbi biriyəm, mən başa düş deyirəm. Yəni sənlə yanaşı, mən də ev qadını olmamışam da. Gözümü açandan dərsdə olmuşuq, məşğələlərdə olmuşuq, universitetə gedib. Yəni ev sıxılmamışam da evə. Ailə tərəfdən həmişə dəstək görmüşəm. Amma o deyir ki, mənim ailəm, yəni mən özüm ancaq dostlarımla olmuşam. Bütün günü heç kim mənə qarışmır, sən də mənə. O belə düzgün deyil. Mən də onu başa salmaq istəyirəm ki, hər şeydən qabaq sənin ailəndir. Dar vəziyyətdə ailen yanında olur. Heç bir dost, heç bir tanış gəlib insanın əlindən tut. O bunu başa düşmür. Nə deyir bəs sizə? Ancaq deyir ki, onlar mənim üçün hər şeydir. Mən onların yanındayam. Dost hər zaman olmalıdır. Sizə də vaxt ayıram, dostlarıma da, amma biz son plandayıq. Əgər vaxtı qalsa biz onlarla. Sizə qane etməyən nədir burada? Qane etməyən həmişə onları, mənim zəngimi açmır, onların bir zəngi. Gələn kimi 2 əl qanda belə olsa onlara cavab verib onların hayına qaçır. Neçə dəfə görüşür dostlarıyla? Bütün günü. Səhər, gündüz, axşam saatlarla gec gəlib evə. Məsələn, gündüz gedirsə, axşam da gedir. Dəfələrlə davalarımız olub ki, getmə də. Yəni gündüz gedirsənsə, axşam getmir. Mübahisə etmişik, söhbət etmişik, danışmışıq. Yəni hər dəfəsində bu problem hər gün davam edir. Hər gün. Başınız işlərini hardasın? Qazidir. 80 manatlıq veteranlıq pulu alır. Bir də usta malyarlıq son 3 aydır ki işləmir. Bəs evin təminatı necə olur? Ailələrin köməyi edir. Bunu bəs danışmısınız ki? Bəli. Dəfələrlə onu... Bilmirəm, ciddi bir problemdir mi? Əmək qabiliyyətini itirəcək dərəcədəmi? Yoxsa necə? Hayır, sadəcə özünə uyğun görünür. Məsələn, dəfələrlə ona iş təklifləri gəldi. Sırf öz istəklərindən kənara çıxdı deyə o qəbul etdi. Məsələn, gündə xəstəxanaya gedə bilməyəcək bir vaxtı oldu deyəni o qəbul etdi. Bəs sizin ən ciddi, sizin üçün problem olan şey dostları ilə görüşməkdirmi, yoxsa ailə vəziyyətinizdirmi, yoxsa sizə ayırmadığı zamandamı, sizin özünüzə nədir narahat edən hiss olaraq, tam olaraq necə ifadə edir? Maddi cəhətdən heç bir problemim yoxdur. Yəni dünya halıdır. Hər kəs varlı olacaq, gündə yaşayacaq da deyil. Bir gün olanda bir gün olur. O mənim üçün problem deyil. Mənim ən böyük problemim onu ailəsinin son planda görməkdir, vaxt keçirməməkdir. Bizim istəklərimizi onda da, yəni günün sonunda bizə vaxt ayırır. Heç ayırmır da heç. 5-10 dəqiqəlik. Sizə necə hiss edətdir? Hiss olaraq. Çox dəyərsiz, çox pis, yəni çox dəyərsiz də bütün dünyada soyuduq insan. Dəyişməyəcəm deyir. Bu insan deyir ki, mən buyam. Dəyişməyəcəm deyir. Deyir buyam, qəbul et, anası, atası, yəni hər kəs də ona bu sözü deyir. Mənim hətta ən böyük qorxum onun ətrafının yaxşı olmağı deyil. Bu insanlar onu pis yola çəkir. Mən bunu gördükcə
Mən də bir əcəl siqnal çalıram ki, bu pis yola getdikcə əzabı mən və mənim iki uşağım çəkir. Yəni biz qalırıq bu əzabda. Ailədə onu soruşacaqdım. 2 övladınız var. Neçə yaşları var? 1 yaş 7 aylıq qızımdır, 3 yaş oğlum. Yəni bu problemlər məni çox yorur. Hətta sonuncu bayram günü idi. Ən sonuncu problemimizi deyim sizə. Pul göndərilmişdi ki, o gedib bayram bazarlığı etsin. Buyurun, buyurun eşidirəm. Yəni bayram bazarlığı edib gəlsin, mən də bir yemək bişirib. O saat 6-ya qalmış, 7-yə qalmış idi bu ərəfələr. Dəfələrlə yığıram, açmır zəngi. Mənə deyir ki, bu günü yola ver, sabahı yola ver, sabah bazarlığa gəlir falan filan. Yəni bu insan boş-boşuna gedib iki dostuyla küçədə qalır, ailəsinin ehtiyacını gəlib təmin edəmir. Bu da mənim çox böyük Pis vərdişləri var. Yəni Hansısa pis vərdişləri var yoldaşınız? bir-iki var idi, onları yəni çox böyük problemdən hələ ki uzaqlaşdırıram. Yenə o mən uzaqlaşdırıram onları. Başqa dediniz qazidir. Buna görə psixoloji problemləri varmı? Var, çox. Dəstək alıb, çünki onlara mən biləli dövlət dəstək verir bu cəhətdən. Psixoloji cəhətdən heç bir dəstək almayıb. Yəni bir-iki dəfə öz cibinin pulunu özünə müalicə elətdirib, amma psixoloji heç bir dəstək olmayıb. Müraciət eləməyib harasa? Xeyr, mən dəfələrlə onu yönləndirirəm ki, get məsələn olur da kampaniyalar olur, zənglər gəlir ona ki, yəni reabilitasiyaya qədər yatırmaq olur da, pulsuz dövlət öz xərcindən edir. Ona belə bir-iki dəfə razılaşmır. Yəni deyir ki, məndə bir problem yox. Maraqlanmısınız ki, nədir dostlarına çəkən onda onu? Nədir ki, evdə tapa bilmir onu, yoldaşlarında tapır? O da deyir ki, o mənim istirahətimdir, sən mənim istirahətimə qal. Siz nə deyirsiniz bəs? Mən də deyirəm ki, o istirahət çöldə olmaqdansa gəl uşaqlarınla vaxt keçir. Elə istirahət həm də uşaqlar öz atalarını görsün, ata sevgisini alsın. Düzdür, onu da edir. Amma çox, məsələn, gün ərzində saat 1-dən evdə çıxır, yolta azanında çıxır, axşam azanında gəlir. Yeməyin yeyir, namazını qılır, yenə saat 11-də, 12-də, hətta 2-də, 3-də gəldiyi bilirim. Vaxt azalır. Yəni əslində bu qədər düşünmüşəm. 10 dəqiqəmiz var. 10 dəqiqəyə baxaq nə qədər sürətləndirə bilirik. Bəs siz öz ancaq hissinizi belə deyirsiniz ki, bizə mənə ya da uşaqlara zaman ayırın. Yəni siz ifadə eləmirsiniz ki, siz nə istəyirsiniz tam olaraq ondan? Hansı duyğuları almaq istəyirsiniz? Sizdə çatmayan hansı duyğulardır? Maddi cəhətdən deyəsən fokuslanmırsınız bura ki, evi yox da evdən də bilmirəm, bəlkə də təmin edən kimlərsə var. Amma mənəvi cəhətdən siz yoldaşınızdan qayğı gözləyirsiniz. Bunu ona bildirirsinizmi? Bəli, çox. Hər gün, yəni demişəm ki, dəfələrlə oturmuşuq, gecə səhərə qədər danışmışıq. Elə vaxt olub mübahisə biz çox olub, elə vaxt olub sanki sakit iki normal insan kimi danışmışıq. Çox olub. Yəni onun düzəldiyi 2-3 gün. Yəni məndə də bəzi səhvlər var idi. Mən çox aqressiv danışıram, çox yəni necə deyirlər, emosional cavab verirəm, qarşısında görünürəm. Mən də özümü toparlamağa çalışıram. Amma 2-3 gün sonra görürəm o yenə eyni vəziyyətə döndü. Mən də avtomatik eyni vəziyyətə. Siz ümumiyyətlə necə bir ailədə böyümüsünüz? Çox fərqli deyil. Bu hiss sizə tanışdır, doğrudur? Bəli, çox fərqli deyil. Tanış mənzərə. Ata idi, yoxsa ana idi sizə bu hissi yaşadan? Çöl tərəfdən yəni içəri tərəfdən ana. Mən anamla çox da səfərli olmuşam. Amma yəni eyni vəziyyət bizim əvvəl ailədə də var idi. Anam atamı özünə cəlb etməyə başladı neçə ildən sonra düzəldi vəziyyət. Ata-ana münasibəti də bu cür idi, sizin kimi idi, doğrudur? Amma tanış olanı, yoldaşınızı da öz dediniz ki, sevmişəm, hətta ailəyə qarşı gəlib evlənmisiniz, səhv etmirəmsə, belə dediniz. Nə çəkdi sizi həmin an, sizə görə? Böyük ehtimal ki, ortadadır bəlkə nədir? Amma siz nə gördünüz? Nə hiss elədiniz? Sizin münasibət qurmaq hər bir tərəfin bir motivi oldu. Sizin motiviniz nə idi ki, bu insanda nə idi? Nəyə görə evləndiniz? Yəni sözün açığı onun mənə qarşı atdığı ilk addım xoşuma gəldi. Mən yəni heç adətən evlənsin bir tərəfdar olmamışam, həm də evdə biraz sıxılmışam ki, yəni anam atam çox göz üstümə gəlirdi. Yəni həmişə ailəmə deyirdim ki, mənim 18 yaşım tam olar ki, mən sizin əvinizdən qoyub qaçım. Bunlar psixoloji olarak var beynimdə ki, mən tövzə etməyəcəm, həmişə öz istədiyimə tərəf qaçım. Yəni yoldaşıma da bir tanış olduğumuz ilk gün ona demişdim ki, mənə söz də yox, əməldə qaç. Yəni o məni qaçırdanda çox böyük qədər güvənmir, məni bayaq çıxdı, qorudu. O mənə çox gözlədi. Özünüzü dəyərli hiss etdiniz həmin an? Seçilmiş hiss etdiniz. Yəni bir müddət çox dəyərli hiss etdirirdi. Bir müddət öz ailəsinə qarşı, mənim ailəmə qarşı, ətrafa qarşı hər kəsə belə böyük qoruma var idi. Amma son müddətdən sonra 2-3 illik o təmiz qalxıb əksinə bütün ətraf mənə yaxındır. O mənə ən böyük. Nə vaxtdan? Hər hansısa bir hadisə oldu. Ondan sonra yoldaşınız bu müharibəyə gedib gələndən sonra mı oldu, yoxsa müharibəyə getməmişdən əvvəl tanış deyildik. Gedib gələndən sonra tanış olduq, evləndik. Əvvəldə özümü dəyərli hiss edirdim. Məni onun seçməyi, mənə onun addım atmağı məni dəyərli hiss etdi. Bəs nə oldu ki, sonrasında siz özünüzü dəyərsiz hiss etdiniz? Əvvəl siz təzə evləndə o dostları ilə görüşmürdü? Görüşmürdü. Onun ailəsindən qarşı idi. Bizdə ailədə onun ailə problemləri var idi. Bir evdə iki qaynana, qaynatan iki yoldaş gətirmişdi. İkisi də eyni evdə. Yəni çox böyük problemli evdi ora. Onlara qarşı mənə çox qoruyurdu. Onlar mənə qarşı idilər. Hətta bir müddət bilirlər yaxın nə anasını, nə ataları saxlamadı.
mənə tərəf çıxdı, hamı evdən çıxdı, yəni biz indi o evdə. Yəni hər şeyi zamanla belə davalar düşdükcə öz ailəsi ilə mənim ailəm, yəni ailələrin davası biz bir-birimizdən qopdu. Üzr istəyirəm. Düşündüyümdən uzun çəkəcək, amma istəmirəm yarımçıq saxlayım. Əgər hər kəsə maraqlıdırsa, yenidən link atılacaq və orada bir 15 dəqiqəlik çox vaxtınızı almayacağam. Xanımla seansımız davam edəcək və yekunlaşdıracağıq.